Salam, hər vaxtınız xeyir olsun. Mən riyaziyyat müəllimi Aytaç Həsənova. Çoxluqlar mövzusunun qayda izahına baxarıq. İzaha keçməzdən qabaq bildirmək istəyirəm ki, 20 avqust tarixindən yeni tədris ili üçün 11 və 9-cu siniflər üçün dərslərimiz başlayır. Digər siniflər üçün isə sentyabr ayından dərslərimiz başlayır. İndi isə başlayaq qayda izahına. Çoxluqlara tərif verilmir və çoxluqlar adətən onları təşkil edən elementlərə görə adlandırılır. Məsələn, çoxluq natural ədədlərdən ibarətdirsə, deyirik buna natural ədədlər çoxluğu. Və yaxud da tam ədədlərdən ibarətdirsə, tam ədədlər çoxluğu və s. Çoxluqlar adətən Latın əlifbasının böyük hərflərlə işarə olunur. Məsələn, hər hansı bir çoxluq yazaq, A bərabərdir məsələn. Yazıram 4, 7, 9, 12. İndi elementin çoxluğa daxil olması bu işarə vasitəsilə, daxildir işarəsi vasitəsilə göstərilir. Amma elementin çoxluğa daxil olmaması, baxın bu işarə vasitəsilə göstərilir. Daxildir və üstündən xətt formasında olur. Məsələn, baxırıq ki, 7 elementi A çoxluğuna daxildir. Onda 7 daxildir A kimi yazırıq. Amma məsələn, baxırsınız ki, 8 ədədi bu çoxluğa daxil deyil. Onda 8 daxil deyil, A çoxluğu bu formada göstərilir. Bir də heç bir elementi olmayan çoxluqlar var. Heç bir elementi olmayan çoxluğa boş çoxluq deyilir. Məsələn, boş çoxluğa misal olaraq sıfırdan balaca natur ədədlər çoxluğunu göstərə bilərik ki, bu boş çoxluq olacaq. Və yaxud da ki, məsələn, 7 və 8 arasında yerləşən tam ədədlər desək, bu boş çoxluq olar. Çünki 7 ilə 8 arasında heç bir tam ədəd yoxdur. Deməli, heç bir elementi olmayan çoxluq boş çoxluq hesab olunur. Bir də çoxluqlar elementlərin sayından asılı olaraq sonlu və sonsuz olmaqla iki yerə ayrılır. Elementlərin sayı sonlu olan çoxluqlara sonlu çoxluqlar deyilir. Məsələn, tək rəqəmlər çoxluğu sonlu çoxluqdur. Məsələn, yazsaq burada tək rəqəmlər çoxluğu. Yazarıq ki, 1 yazırıq, 3 yazırıq, 5 yazırıq, 7 yazırıq və 9 yazırıq. Bunlar artıq tək rəqəmlər çoxluğudur və sonlu saydadır. Elementlərin sayı sonlu olduğundan sonlu çoxluq hesab olunur. Amma elementlərin sayı sonsuz olan çoxluqlara sonsuz çoxluqlar deyilir. Məsələn, natural ədədlər çoxluğu sonsuz çoxluqdur. Məsələn, n bərabərdir yazırıq ki, 1, 2, 3, 4, 5, 6 nöqtələr yazırıq. Çünki natural ədədlər sonsuz sayda davam edirlər. Hamısını yaza bilmirik. Və artıq həmçinin sonsuz çoxluqlar hesabi çoxluqlar adlanır. Hesabi çoxluq sonsuz çoxluq ümumiyyətlə deməkdir. Məsələn, təriflərdə bəzi vəsaitlərdə belə tərif verilir ki, natural ədədlər çoxluğu ilə ekvivalent olan çoxluqlara hesabi çoxluqlar deyilir. Məsələn, tam ədədlər hesabi çoxluqdur, natur ədədlər hesabi çoxluqdur, rasional ədədlər çoxluğu hesabi çoxluqdur bu formada. Çoxluqdakı elementlərin sayını göstərmək istəyiriksə, bu zaman məsələn, baxın, A çoxluğunda olan elementlərin sayını göstərmək istəyiriksə, n-a yazarıq. N-a bərabərdir və A çoxluğunda 4 element olduğundan n-a bərabərdir 4. Deməli, A çoxluğunda olan elementlərin sayı bu formada işarə olunur. İndi isə alt çoxluq haqqında danışaq. Deməli, əgər A çoxluğunun hər bir elementi B çoxluğuna daxildirsə, onda A-ya B-nin alt çoxluğu deyilir və bu formada işarə olunur. A daxildir B formasında. Və Euler-Venn diaqramı ilə göstərsək, bu formada göstəririk. Baxın, məsələn, A B-nin tərkibindədirsə, A bu formada, B bu formada. Yəni ki, belə bir formada göstəriləcəkdir. Bir də alt çoxluğun bəzi xassələri vardır ki, hər bir çoxluq özü-özünün alt çoxluğu olur. Məsələn, A daxildir A. Sonra məsələn, boş çoxluq hər bir çoxluğun alt çoxluğu olur. Məsələn, boş çoxluq daxildir A. Bu formada göstərilir. Məsələn, bir misal nümunəsi üzərindən baxaq alt çoxluğun tapılması ilə bağlı. Məsələn, deyirlər ki, B bərabərdir 2, 4, 6 və deyirlər ki, bu çoxluğun alt çoxluqlarının yazmağımızı istəyirlər. Bu zaman alt çoxluqlar, biz bilirdik ki, boş çoxluq hər bir çoxluğun alt çoxluğudur. Sonra özü-özünün alt çoxluğu olur 2, 4, 6.
Sonra məsələn ayrıca 2 5 çoxluğun alt çoxluğudur. 4 6. Sonra da 2 2 götürsək bunları. Məsələn burada 2 4 2 6. Sonra 4 6. Bu formada alt çoxluqlarını tapmış olduq. Və alt çoxluqların sayına baxsaq 1 2 3 4 5 6 7 8. Demək nə oldu? Bunun 8 alt çoxluğu oldu. Amma bizdən alt çoxluqların özlərini yox, əgər sayını istəyirlərsə və adətən suallar olanda sayını istəyirlər. Sayını istəyirlərsə bu zaman bizim hazır düsturumuz var. Məsələn deyirlər ki, 5 çoxluğunun alt çoxluqlarının sayını tapın. Bu zaman 2 üstü n düsturuna istifadə olunur. N burada çoxluğun elementlərinin sayını bildirir. Məsələn burada 3 dənə element olduğundan 2-nin kubunu yazarıq. Bu da 8 eləmiş oldu. Deməli 5 çoxluğunun 8 alt çoxluğu var. 1-1 yazaraq da göstərmiş olduq və yaxud da özləri yox saylar lazımdırsa birbaşa say düsturuna istifadə edirsiniz. 2 üstü n düsturu. İndi isə danışaq bərabər çoxluqlar haqqında. Deməli bərabər çoxluqlar nə deməkdir? A çoxluğunda olan hər bir element B çoxluğunda varsa, onda A ilə B çoxluqları bərabər çoxluqlar hesab olunurlar. İndi orada düzülüşləri fərqli ola bilər. Amma tərkibləri tamamilə eyni olmalıdır. Məsələn, belə deyək, A çoxluğu yazıram. Tutaq ki, yazıram ki, burada 2, 4, 8, 12 yazıram. Bir də B çoxluğu yazıram. B də bərabərdir. 4, 8, 2, 12 yazıram. Fikir versəz, tərkibləri tamamilə eynidir, amma düzülüşlərinə görə fərqlənə bilərlər. Deməli, yalnız düzülüşlərinə görə fərqlənən çoxluqlara bərabər çoxluqlar deyilir. Belə bir qaydamız var ki, n elementi olan çoxluğun n faktorial sayda bərabər çoxluğu var. Deməli, əgər çoxluğun n elementi varsa, n faktorial sayda bərabər çoxluğu olur. Belə deyək də, həmin çoxluğa bərabər çoxluğun sayı n faktorial sayda olur. Məsələn, baxaq, A çoxluğunun 4 elementi var. Deməli, onun 4 faktorial sayda bərabər çoxluğu var. 4 faktorial da 1-dən 4-ə qədər hasil deməkdir. Bu da alınmış olur ki, burada 24. Deməli, A çoxluğunun 24 bərabər çoxluğu var. İndi isə çoxluqların birləşməsi haqqında danışaq. Deməli, A və B çoxluqlarının bütün elementlərindən təşkil olunan çoxluğa A və B çoxluqlarının birləşməsi deyilir və A birləşir B kimi işarə olunur. Bununla bağlı bir misal nümunəsi göstərək. Məsələn, A bərabərdir yazıblar ki, 1, 2, 7. B də bərabərdir yazıblar ki, olsun ki, burada 4, 7, 9. Və deyirlər ki, burada A ilə B çoxluğunun birləşməsini tapın. O zaman A birləşir B bərabər olur ki, 1-i götürürsən, 2-ni, 4-ü, 7-ni, 9-u. Yəni, bu formada birləşməsini tapmış olduq. Və birləşməsinin sayını istəsələr, n A birləşir B bərabərdə olur ki, artıq neçə dənə oldu? 5 elementi olduğu üçün n A birləşir B 5 eləmiş oldu. Bu formada artıq bir də fikir versəz, məsələn, 7 ədədi burada da var, burada da var, amma onu 2 dəfə yaza bilməzsiniz. Çünki çoxluğun tərkibində eyni elementdən 2 dənə ola bilməz. Yəni, 1 dənə yazmış olduq. Hərəsindən 1 dənə yazırıq birləşməsində. Çoxluqların birləşməsinin xassələri haqqında danışaq. Deməli, belə bir xassəmiz var ki, A birləşir A bizə A-nın özünü verir. Çoxluğun özü ilə birləşməsi yenə özü alınır. A birləşir boş çoxluq yenə A-nın özü olur. Sonra yer dəyişmə xassəsi ödənilir. A birləşir B bərabər də olur. B birləşir A kimi. Dördüncü qaydamız A birləşir B birləşir C bərabərdir. Belə yaza bilərik. Bu artıq qruplaşdırma xassəsidir. Yaza bilərik ki, burada A birləşir B birləşir C formasında. Bir də bizdə qayda var ki, əgər A B-nin alt çoxluğudursa, 5-ci qayda olsun bu da. Əgər A B-nin alt çoxluğudursa, bu zaman A birləşir B bizə B-ni vermiş olar. Çünki A B-nin alt çoxluğu deməkdir ki, A-da olan hər şey B-də var. Birləşmə artıq elə B-nin özü olacaq. Bir də indi Euler-Venn diaqramı üzrə bunları göstərmək istəyirəm. Məsələn,
Yazaq buradan. Əgər A və B-nin ortaq elementləri varsa, bu zaman A ilə B-nin birləşməsi, baxın, Euler-Venn diaqramı ilə bu formada təsvir olunacaq. Bu A çoxluğu, bu B çoxluğu və tamamilə bu ştrixlənmiş olur. A ilə B-nin birləşməsi artıq bu olur. Sonra məsələn, əgər A ilə B-nin heç bir ortaq elementi yoxsa, heç bir eyni elementləri, ortaq elementləri yoxdursa, bu zaman A ilə B-nin birləşməsi Euler-Venn diaqramı ilə bu formada təsvir olunar. Baxın, bu formada bu A olsun, bu da B olsun. Bu formada təsvir olunur. Əgər A B-nin daxilindədirsə, yəni ki, A B-nin alt çoxluğudursa, o zaman A ilə B-nin birləşməsi, buradan göstərim. Baxın, bir bu olsun, bir də A B-nin tərkibində bu formada. Deməli, A B-nin alt çoxluğudursa, birləşmə bu formada təsvir edilir. Bunlar belə. Sonra danışaq çoxluqların indi kəsişməsi haqqında. Deməli, A və B çoxluqlarının ortaq elementlərindən ibarət olan çoxluğa A və B çoxluqlarının kəsişməsi deyilir. Və A kəsişir B kimi işarə olunur. Baxın, bu formada. Və məsələn, bizə bir misal veriblər ki, A bərabərdir 2, 4, 7, 8 olsun və B də bərabərdir olsun ki 5, 7, 8, 9 olsun. Və deyirlər ki, A kəsişir B-ni tapın. A kəsişir B ortaq elementlər olmalıdır. O da 7 və 8 olduğundan bu formada göstərilir. Və bunların sayını istəsələr, kəsişmənin sayını, o zaman N A birləşir B bərabərdir 2 olmuş olur. Yəni A və B çoxluğunun kəsişməsinin elementlərin sayı 2 dənə olmuş oldu. İndi bunun xassələri haqqında danışaq, kəsişmənin xassələri. Deməli, birinci xassəmiz A kəsişir A bizə A-nı vermiş olur. İkinci xassə A kəsişir boş çoxluq bizə bu boş çoxluğu vermiş olur. Çünki kəsişmə ortaq elementlər olmalıdır. Boş çoxluğu kəsişdirsək, boş çoxluqda heç bir element olmadığından bunların ortaq elementlərdə heç bir element olmayacaq. Sonra yer dəyişmə xassəsi burada da ödənilir. A kəsişir B bərabərdir B kəsişir C formasında yaza bilərik. Qruplaşdırma xassəsi də burada ödənilir. Baxın, A kəsişir B kəsişir C bərabərdir A kəsişir B kəsişir C formasında yaza bilərik. Sonra əgər A B-yə daxildirsə, yəni ki, A çoxluğu B çoxluğunun alt çoxluğudursa, bu zaman A kəsişir B bizə A-nı vermiş olar. Çünki ortaq elementlər olmalıdır. A B-nin alt çoxluğudursa, deməli A-da olan hər şey B-də də var. Onda bunların ortaq elementləri elə A-da olanlar olacaq. Bir də bunların Euler-Venn diaqramı ilə təsvirinə baxaq. Əgər A və B-nin ortaq elementləri varsa, baxın, kəsişmə necə olar? Bu A, bu da B. Və bunların kəsişməsi, baxın, burada olur. Əgər ortaq elementləri varsa. Əgər heç bir ortaq elementi yoxdursa, onların kəsişməsi boş çoxluq olur. Və belə təsvir olunur ki, baxın, heç bir elementi yoxdur. Məsələn, bu A çoxluğu, bu B çoxluğu. Baxırıq ki, heç bir element oxşar və yaxud oxşar deməyək, ortaq elementi daha doğrusu olmadığı üçün bunların kəsişməsi A kəsişir B bərabərdir boş çoxluq olmuş olur. Əgər A B-nin alt çoxluğudursa, yəni ki, A-da olan hər şey B-nin tərkibində varsa, bu zaman A ilə B-nin kəsişməsi baxın necə göstəriləcək. Deməli, A, B olsa, baxın, kəsişmə bax bu formada təsvir edilmiş olur. İndi isə çoxluqların fərqi haqqında danışaq. Deməli, A çoxluğunun B çoxluğuna daxil olmayan elementlərindən ibarət çoxluğa A çoxluğu ilə B çoxluğunun fərqi deyilir. Və A fərq B kimi işarə olunur. Deməli, A fərq B nə deməkdir? A-nın B-yə daxil olmayan elementləri deməkdir. Məsələn, bununla bağlı bir misal nümunəsinə baxaq. A bərabərdir A, B, C olsun və B də bərabərdir B, C, D, Y olsun. Və bizdən istəyirlər ki, A fərq B-ni tapaq. A fərq B, A-nın B-yə daxil olmayan elementlər deməkdir. Və burada da A-nın özü olur. A elementinin özü. Və B fərqanı tapsaq. B fərqa isə
B-nin A-ya daxil olmayan elementlər deməkdir. Yalnız B-də olanlar, yəni. Onda bu da yalnız B-də olanlar D və Y-dir. Yəni bu formada göstərmiş olduq. İndi bunun xassələrindən biraz danışaq. Birinci xassə olsun ki, A fərq A. A fərq A bizə burada boş çoxluğu vermiş olur. A fərq A, yəni ki, belə deyək də, A-nın A-ya daxil olmayan elementləri mənasına gəlir. Bu da elə boş çoxluq verəcək. Məsələn, belə düşünün də, 5 fərq 5 bizə nə vermiş olur? 0, yəni heç nə. Boş çoxluqda heç nə deməkdir də, heç nə. Onda A fərq A-da heç nə, yəni ki, boş çoxluq olur. Sonra A fərq boş çoxluq bizə A-nın özünü verir. Üçüncü qayda, A fərq B bərabər deyil, B fərq A olur. Yəni ki, A-nın B-yə daxil olmayan elementləri ilə B-nin A-ya daxil olmayan elementləri bir-birinə bərabər olmur. Buradakı misalda olduğu kimi fərqli-fərqli olurlar. Sonra belə bir qaydamız var ki, əgər A B-nin alt çoxluğudursa, o zaman A fərq B bərabərdir boş çoxluq olur. Çünki A B-nin tərkibində varsa, deməli A-da olan hər şey B-də var. Onda A fərq B də yalnız A-da olanlar deməkdir axı. Onda yalnız A-da olan heç nə olmadığı üçün bu bizə boş çoxluq vermiş olur. Sonra bir qaydamız da var ki, bunu da qeyd edək. A kəsişir B bərabərdir boş çoxluqdursa, yəni ki, A ilə B-nin heç bir ortaq elementi yoxdursa, o zaman A fərq B A-nın özü olur, B fərq A isə B-nin özü olmuş olur. Bir də bunların yenə Euler-Venn diaqramı ilə təsvirinə baxaq. Məsələn, A fərq B-ni yazmaq istəyiriksə və bunların ortaq elementləri varsa əgər, bu zaman A fərq B yalnız A-da olanlar olduğu üçün, baxın, bu hissə olmuş olur. Sonra, əgər B fərq A olsa, o zaman yenə məsələn, ortaq elementləri varsa, A, B yazdıqsa, B fərq A yalnız baxın bu hissə olmuş olur. Sonra A ilə B kəsişmirsə, yəni ki, ortaq elementləri heç yoxdursa, bu zaman A fərq B-ni necə təsvir edərik? Baxın bu formada, bu A, bu da B olsun. Baxın, A fərq B bu formada təsvir edilmiş oldu. Yəni ki, A fərq B A-ya bərabər oldu. Kəsişməsi, baxın, boş çoxluq olanda A fərq B A-nın özü olmuş oldu. Bu belə. Bir də əgər, belə deyək də, A B-nin alt çoxluğudursa əgər, o zaman necə olacaq? Bu A, bu da B. A B-nin alt çoxluğudursa, bu zaman B fərq A-nı biz göstərmək istəyiriksə əgər, bu formada bu hissələr ştrixlənər. Yalnız B-də olanlar belə. Yalnız A-da olanlar isə boş çoxluq olurdu, demişdik bunu. Bəzi əlavə qaydalar var ki, onlar haqqında danışaq. Deməli, A birləşir, B kəsişir C varsa, bu bizə vermiş olur ki, A birləşir B, kəsişmə A birləşir C. Baxın bu formada. Bilirsiniz bu nəyə oxşuyur? Məsələn, bunu bəzən şagirdlər yadda saxlaya bilmirlər. Bunu deyəndən sonra yadda saxlayırlar. Baxın, məsələn, yazıblar ki, A vurulsun, B plus C. Bu zaman bu bərabər olmuş olur ki, A vur B toplansın, A vur C. Baxın, bu da ona oxşuyur. A birləşmə, B kəsişir C-dirsə, olur, baxın, buradakı. A birləşir B, arada kəsişmə olur, A birləşir C formasında göstərilir. Və yaxud da, məsələn, belə bir şey olsun. A kəsişir, B birləşir C. Bu da bərabər də anlar ki, A kəsişir B, birləşsin, A kəsişir C formasında göstərilir. Və bəzi düsturlar var ki, onları Euler-Venn diaqramı üzrə göstərmək istəyirəm. Bir Euler-Venn diaqramını quraq. Bu A çoxluğu, bu da B çoxluğunun olsun. Qeyd edək, A çoxluğu, B çoxluğu. İndi baxın, bu hissə A fərq B deməkdir. Bu hissə B fərq A deməkdir. Burada A kəsişir B deməkdir. Məsələn, biz N-a, yəni ki, A çoxluğunun elementlərinin sayını tapmaq istəyiriksə, bu zaman N A fərq B ilə N A kəsişir B-ni toplamalıyıq. Və yaxud da N
B-ni tapmaq istəyiriksə, bu zaman N B fərqa ilə yenə N A kəsişir B-ni toplamalıyıq. Şəkildən də rahatlıqla görünür. Yəni A çoxluğu, baxın, bunların cəmi olmalıdır. Və B çoxluğu da ki, bir dəqiqə göstərim. Baxın, bu hissə olmalıdır. Bu da B çoxluğu. Nə oldu? Kəsişmə ilə fərqin cəmi olmuş oldu. İndi isə çoxluqların birləşməsinin elementlərinin sayı haqqında danışaq. Əgər ki, A və B ortaq elementli çoxluqlardırsa, bu zaman N A birləşir B bərabər olur NA toplansın MB çıxılsın NA kəsişmə B. İndi burada bununla bağlı bir Euler-Venn diaqramı üzrə də göstərmək istəyirəm. Məsələn, baxın, Euler-Venn diaqramını qururam. Bu A çoxluğu, bu da B çoxluğu olsun. İndi burada NA birləşir B, baxın, bunun hamısı, hamısı NA birləşir B olur. NA birləşir B. Fikir versəz bu zaman nə olundu? NA plus MB oldu. Bir də oradan çıxırıq nəyi? Kəsişməni. Niyə kəsişməni çıxırıq? Çünki burada baxsaz, kəsişmə həm A-nın tərkibində hesablandı bir dəfə. Bir dəfə də fikir versəz, baxın, B-nin tərkibində hesablandı. 2 dəfə hesablandı da. NA-nın da tərkibində kəsişmə var. MB-nin də tərkibində kəsişmə var. Kəsişmə 2 dəfə toplandığı üçün bir dəfə çıxırıq ki, bir dənə kəsişmə orada qalmış olsun. Yəni, bayaq göstərdiyim kimi NA nə olurdu? NA fərq B ilə kəsişmənin cəmi. MB də yenə MB fərqa ilə kəsişmənin cəmi. Kəsişmə 2 dəfə hesablandığı üçün çıxırıq bir dəfə oradan. Bir də əgər A ilə B-nin ortaq elementi yoxdursa, bu zaman N A birləşir B bərabərdir elə boş NA plus MB olur. Məsələn, bayaq göstərmişdim sizə, məsələn, ortaq elementi olmayanda A çoxluğu ayrı, B çoxluğu ayrı, bir-birindən ayrı olurlar. Çünki heç bir ortaq elementləri yoxdur. Bu zaman onların birləşməsi nə olar? NA ilə MB-nin cəmi olmuş olur. Çoxluqların birləşməsinin elementlərin sayı üçün fərqlə olan düstur var. Necə yəni? Baxın, N A birləşir B bərabər olur ki, N A fərq B toplansın M B fərqa, bir də toplama yenə N A kəsişmə B. Fərqlə olan düsturda hamısı toplama olur. Onu qarışdırmayın o biri düsturla. Bəzən qarışdırırlar, çıxma deyirlər, amma fərqlə olan düsturdursa hamısı toplama olur. İndi belə olur, onu göstərək. Niyə? Hamısı toplamadır. Baxın, Euler-Venn diaqramı üzrə bunu aydınlaşdıraq. Bu A çoxluğu olsun, bu da B çoxluğu olsun. İndi baxın burada. Birləşmə, baxın, bunun hamısı olur da. Birləşmə bunun hamısı olur. N, belə göstərim. N, A birləşir B hamısı olur. İndi fikir versəz, baxın. Bu hissə A fərq B deməkdir. Bu hissə A kəsişmə B olur. Bu hissə də B fərq A olur. İndi nə olmuş oldu burada? Artıq birləşmə bunun və bunun cəmi olmuş oldu. A fərq B toplansın B fərq A toplansın onların kəsişməsi. Dim test toplusundan çoxluqlarla bağlı bəzi testlərin izahına baxaq. Bu tipdə olan testləri mən adətən şifahi hesablayıram. Amma siz üçün izahını burada edirəm. Amma siz də daha yaxşı öyrənəndən sonra şifahi də hesablaya bilərsiniz belə sualları. Məsələn, baxın burada müxtəlif formada izah oluna bilər bunlar. A çoxluğunu veriblər mənfi sonsuzluqdan mənfi 7-yə. Gəlin bunu ədəd oxu üzərində göstərək. Bir mənfi 7-ni burada qeyd edirəm. Mənfi 7 daxildir həmçinin. Bir də 4 daxil deyil, 4-dən o tərəfə veriblər. 4-ü qeyd edirəm. Deməli oldu. Mənfi sonsuzluqdan mənfi 7-yə doğru gəlir. Formada. Bir də 4-dən müsbət sonsuzluğa qədər. 4 daxil deyil. İndi bunun birləşməsi mənfi sonsuzluqdan mənfi 7 birləşmə 4-dən müsbət sonsuzluq olar.
Amma bura birləşməyə daxil olmayan tam ədədlərin cəmini tapın deyirlərsə, baxın, birləşməyə daxil olmayanlar bu arada qalanlar olacaq. Baxın, burada -6 var, -5 var, -4 var, -3 var. Ən çox var indi burada yerləşməyəcək. Elə buradan yazıram. -6, -5, -4, -3, -2, -1, 0, 1, 2, 3 və 4 də birləşməyə daxil deyildi. Onda daxil olmayanların içərisində olacaq. Və bunların cəmini istəyirlərsə, bunları toplayanda baxın. -1 1-lə cəmi 0, -2 2-ni aparar 0-a, -3 3-ü aparır, -4 4-ü aparır. Yerdə qalanların cəmini tapırsan. -6 da -5 elədi, -11 D variantı. Din test toplusunda olan bu sualların izahına baxaq. Deyirlər ki, ştrixləmiş hissəni tapın. Baxın burada. Bu hissə nə deməkdir? A kəsişir B deməkdir. Bu hissə isə B kəsişir C deməkdir. Onda ümumi olaraq bütöv ştrixləmiş hissə bunların birləşməsi olar. Yəni ki, A kəsişir B, birləşsin B kəsişir C. A kəsişir B, birləşir B kəsişir C. C variantı eləmiş oldu. Sonra bu suala baxaq. Yenə ştrixləmiş hissə hansına uyğundur? Baxırıq ki, ştrixləmiş hissə B ilə C-nin kəsişməsinə aiddir. B ilə C-nin kəsişməsi. Amma fikir versəz burada 1, baxın, B ilə C-nin kəsişməsi tamamilə bu olmalıdır. Tamamilə bu olmalıdır. Amma baxırsınız ki, burada boş qalan yer var. Yəni, ştrixlənməmiş yer var. Ştrixlənməmiş yer, baxın, bu hissədir. Bu hissədə nəyə aiddir? A-ya aiddir deyənə, onda B kəsişir C çıxılsın A olar. Bu formada hansı variantdır? B variantı eləmiş oldu. Növbəti bu sualda deyirlər ki, ENA kəsişmə B 3 verilib, MB fərqa 12 olarsa, MB-ni tapmağımızı istəyirlər. Bayaq demişdim ki, MB bərabər olmuş olur ki, MB fərqa toplansın NA kəsişir B. Buradan da MB bərabər də alınır ki, MB fərqa 12-dir, kəsişmədə 3-dən verilib. 12 plus 3, 15 alınmış oldu, yəni Y variantı. Bu sualda deyirlər ki, çoxluğunun bütün elementləri sadə ədədlər olan alt çoxluqların sayını tapın. Sadə ədədlər olan alt çoxluqlarını yazsaq, sadə ədədlər burada 2, 3-ü götürərik, 5-i, 7-ni, bu formada bunları götürmüş olduq. İndi burada alt çoxluqların sayını tapmaq üçün düstur 2 üstəyenidir. Və bir də yadda saxlayın ki, deyirlər yalnız elementləri sadə ədədlər olan alt çoxluqların sayını tapın. Biz də bilirdik ki, boş çoxluq hər bir çoxluğun alt çoxluğudur. Boş çoxluğu buradan çıxarıq. 2 üstdən çıx 1. Bu da 2 üstü. Sadə ədədlər 4-dən oldu. 2 üstü 4 çıx 1. Bu da alınır 15. C variantı. 27 nömrəli sualda deyilir. A çoxluğunun elementləri yalnız tək ədədlərdən ibarət alt çoxluqların sayını tapın. İndi burada o zaman nə edirik? Bir alt çoxluq yazırıq. Yalnız tək ədədlər olsun. 1 ədədidir, 3 ədədi, təkdir, 5, 7 və 9. İndi burada yenə sayı tapmaq üçün 2 üstəyən düsturu. Burada neçədən olmuş olub? 5 dənə, 2 üstü 5 yazarıq. Bir də yalnız tək ədədlərdən ibarət olan alt çoxluqlarının sayını dediyi üçün 2 üstü 5-dən 1-i çıxarıq yenə. 2 üstü 5 elədi 32, oradan 1 çıxsaq 31 eləmiş olur. Deməli, A çoxluğunun elementləri yalnız tək ədədlərdən ibarət olan alt çoxluqların sayı 31 eləmiş olur. Orada biz bilirdik ki, boş çoxluq hər bir çoxluğun alt çoxluğudur. Ona görə də biri oradan mütləq çıxmalıyıq. 31 qalmış olur. Bəzən şagirdlər tapır 32 ilə onu götürür, cavab səhv çıxır. Yadda saxlayın bunu. Növbəti bu testin izahına baxaq. Deyir 30 şagird riyaziyyat və fizika fənnindən dərnəklərə, o cümlədən 6-sı hər iki dərnəyə yazıldı. Riyaziyyat dərnəyinə yazılanların sayı fizika dərnəyinə yazılanların sayından 2 dəfə çox olarsa, fizika dərnəyinə neçə şagird yazılıb? Baxsaq burada, bunu eyilir Venn diaqram. Bunu eyilir Venn diaqramı ilə əvvəlcə göstərək. Riyaziyyatı A çoxluğu kimi, fizikanı da 5 çoxluğu kimi yazıram.
Bu A çoxluğu, bu da B çoxluğu. Deməli, 6-sı hər iki dərnəyə yazılıbsa, bu ortaya kəsişmələrinə 6 yazarıq. Riyaziyyat dərnəyinə yazılanların sayı fizikadan 2 dəfə çoxdursa, məsələn, bura bir n yazsaq, bilmirik də, yalnız fizika neçə nəfərdir. Onda burada MB bərabərdir alınır ki, 6 plus n. Və riyaziyyat bundan 2 dəfə çoxdursa, onda burada n-ə bərabər olur ki, 2 vurulsun 6 plus n. Bu da alınır ki, 12 plus 2n. Və birləşmə də burada 30 nəfər olar, çünki cəm 30 nəfər dərnəyə yazılıb. Onda bizdə belə bir düstur vardı ki, n-a birləşir b bərabər olurdu ki, n-a toplansın mb, bir də çıxılsın onların kəsişməsi, n-a kəsişmə b. Baxın, bu düsturda yerinə yazarıq. Deməli, n-a birləşir b 30 bərabərdir. n-a oldu 12 plus 2n. mb oldu 6 plus n. Çıxılsın bir də onların kəsişməsi 6. Və burada 6'lar gedir. Qaldı ki 3n toplansın 12 bərabərdir 30. Buradan alınır 3n bərabərdir 30'dan 12 çıxırsan 18. n bərabərdir 18'i 3'ə bölürsən 6. n 6 alındı. Nə soruşur? Fizika dərnəyinə neçə şagird yazılıb? Fizika MB olmuşdu. O da 6 plus n idi. N-i 6 tapdıqsa 6 plus 6 bərabərdə 12 eləmiş oldu. Deməli, fizikaya 12 nəfər yazılıb.